Sən bunu düzgün etmirdin. Spora gedək. SPF kremi bu formada tətbiq etmək düzgün deyil. Çünki çox nazik sloy alınır və bu səni günəşin şüalarından qorumur. SPF kremi bu şəkildə tətbiq eləmək lazımdır. 2 barmağa bu qədər SPF krem çəkirsən və üzvə, boyun nahiyəsinə, bir də qulaqlarıma tətbiq edirsən. Nə yalan deyim, mən hər dəfə qulaqlarıma SPF çəkmirəm, amma üzə və boyuna mütləq çəkirəm. Dənizə getsəm qulaqlarıma da çəkəcəm ki, qulaqlarım da yanmasın. Günəşdən qoruyucu kremlər, dərini zaqardan sonra sakitləşdirən aloe geli, böyüklər və uşaqlar üçün kremlər, vitaminlər və daha nələr, bunları siz hamısını iHerb-da tapa bilərsiniz. iHerb-da siz Amerikadan birbaşa Azərbaycana bağlama sifariş eləyə bilərsiniz. Ekranda gördüyünüz promo kodu sifariş zamanı daxil edin və ilk sifarişiniz üçün 10%, növbəti bütün sifarişlər üçün 5% endirim əldə edə bilərsiniz. Bir də günəşdən qoruyucu krem alanda təkcə SPF faktoruna yox, PA+ faktoruna da mütləq diqqət yetirmək lazımdır. Çünki məhz o faktor bizi UVA şüalarından qoruyur. O şüalar vaxtından tez yaşlanmaya və pigmentasiyaya gətirir. SPF isə UVB şüalarından qoruyur. Bu o deməkdir ki, o bizi günəşdə yanmağa qoymur. Əgər SPF-dən sonra makiyaj eləyəcəksənsə, mütləq 5-10 dəqiqə gözlə ki, SPF dəriyə hopsun, sonra makiyajı tətbiq elə. Və SPF-dən əvvəl dərini nəmləndirirsənsə, heç olmasa 2-3 dəqiqə gözlə. Bütün bu vasitələri iHerb-dan tapa bilərsən. Orada həmçinin dekorativ və dəriyə qulluq üçün kosmetika var. İndirimdən yararlan və rəfiqənlə bölüşməyi unutma.